Bakıdan cəmsi 2 saatlıq məsafədə Zoopark kimi bir restoran fəaliyyət göstərdiyindən xəbəriniz var. Bura Bakı-Qazax yolunun üstündə, daha dəqiq desək Hacıqabulda yerləşən Qədirxum restoranıdır. Restoranın ərazisində uşaqlar üçün cürbəcür əyləncə məkanları var. Biz hətta 1 iyun getmişdik, ona görə içərisi uşaqla qaynayırdı. Burada hara baxsaz su hövzələri, fontanlar, cürbəcür heykəllər və bir də xoşbəxt olmayan heyvanları görmək olurdu. Yeməklər gələndə yeməklərin dadı yaxşı idi. Yəni yol üstü restoran üçün hətta deyərdim ki, çox yaxşı. Düzdür, qutabda qarın və göyün dadını heç cürə bir-birinə uyğunlaşdıra bilmədim, amma yenə də digər yeməkləri, kebabları ləzzətli idi. Hətta evdəkilər çox bəyəndilər. Bir yol üstü restoran üçün ən önəmli məsələ ayaq yolu məsələsidir ki, təbii ki çəkməmişəm, amma ki bu zonada düşünürəm ki, ən təmiz ayaq yolu buradadır. Buna görə təşəkkür edirik. Hiss olunur ki, buranın sahibi pul qazanmaqdan qabaq yolçuların vəziyyətini düşünür. Bu arada Qurban Bayramınız da mübarək olsun. Allah kəsdən qurbanlarınızı qəbul eləsin.